Merhaba, hamınızı salamlayıyorum. Bugün doğrudan da çok büyük bir gün. Bu bizim Zafer tarihimiz qeyd olunan gündür. Zafer bayramımız mübarək. Mədəniyyət işçiləri üçün belə tədbirlər sıradan biri sözsüz ki, bütün mədəniyyət işçilərə başta bir xanım olmalarına təşəkkür ediyorum ki, gənc nəslin üçün bu arada örnək tədbirlərdir. Lakin bu tədbirin bir özünə məxsusluğu, xüsusiyyəti var, sözsüz ki, bugün auditoriya başqadır. Bugün bu tədbirin mövzusu başqadır. Bugün bizim neçə illərdən bəri uzun illər həsrətini çəkdiyi torpaqların qayıtdığı günün bayramını qeyd edirik. Bugün Ali Başkanın bana rəhbərliyi ilə ordumuzun, xalqımızın birliyinin təcəssüsü olan gündür. Bugün uzun illərdən uzun həsrətli olan torpaqlarımızın qayıtdığı, bayram etdiyimiz gündür. Bütün müharibə iştirak edən bütün hərbiçilərə, əsgərlərə, bütün qazilərə can sağlığı arzulayıram. Onlara minnətdarlıq duyğusunun qarşılığında baş edirəm. Amma bugün burada olan şəhid qanaları qarşısında, şəhidlərin ruhu qarşısında doğrudan baş edirəm. Şəhid anası, başınızı dik tutun. Bilirəm, siz oğlunuzun yaşıdları arasında hələ də digər parayınızı arayırsınız. Həmişə, bəlkə də gecələr hələ də laylasını çalırsınız. Siz birçoğunuz oğlunuzun toy xonçasını, nişan xonçasını tutmadınız. Gəlin evini bəzətmədiniz. Amma unutmayın, bir şey yadda saxlayın. Gecələr layla çaldığınız, hələ də uşaq kimi bəslədiyiniz evladınız bir vətənin evladıdır, bir vətənin qəhrəmanıdır. Yəni, bu saat oğlunuza vətən layla çalır. O ana dediğimiz hamımız için müqəddəs olan vətən sizin evladlarınızın əbədidir, beşiğidir. İnanın ki, onlar bir ömür yaşamırlar, onlar əbədi yaşayırlar, onlar ölümləri ilə ölümsüzlük qazanırlar. Onlar sizə şəhid statusu verilir. Amma inanın, hər bir Azərbaycan vətəndaşına, hər birinizə elə bir status verir ki, biz ömrümüz boyu gələcək nəsillərdir, onlara minnətdar olmalıyıq bizə. Qalib vətənin, qalib vətəndaşı statusunu qazandırdı oyunlarımız. Bunu unutmayın, xavaş edirəm. Bunlar bugün belə tədbirlərin keçirilməsi gənclərin üçün lazımdır, bütün əhalinin üçün lazımdır. Mədəniyyət işçiləri başda olmalıdır. Mən çox xahiş edirəm, Esmir xanımı alqışlarla qarşı alqışlayaq ki, bu əməyi, bu zəhməti itməsin. Doğrudan da bu saç rənglərini çəkildi bu zəhmət, bütün məsələlərlə yüksək qiymətlərini çox sevəsini xanım, bütün şəhidlərin anaları adına, bütün vətəndaşlar adına haqqım olsa olmasa da tariximizi indirək olaraq verin ki, çox sağ olun. Bu sizin tariximizin bir günüdür, bu tariximizin yaddaşıdır. Bu zəhmətinizə görə, əməyinizə görə təşəkkür edirəm. Bu zəfər günümüzü təbrik edirəm. Bu elimiz, obamız həmişə bayramağa keçirsin. Bu sizin evladlarınızın həyatın bahasına qazandığımız bu bayramı heç vaxt unutmayacağıq. Qarşınızda baş edirəm, ruhları şad olsun şəhidlərimizin. Bir daha bayramımız mübarək, əziz işləşçilər. Sağ olun. Teşekkür ederim Xatirə xanım. Və mütləq şəkildə sizin muzeyə də söz vereyim ki, ziyarət edeyim, kitablarından mütləq hədiyyə verəcəm sizin muzeyə içində. Çünki qeyd etdiyim kimi tariximizi yazan olurlar, tarixi binalarda da onların xatirələri qorunub, saxlanmalıdır. Elə ölkəmizdə də məhz müharibədən sonra, zəfərimizdən sonra ən əsası yaradılan muzeylərimizin də sayı az deyil ki, Zəfər muzeyi onlardan biridir. Mən tədbirimizin gedişatında bir balaca haşiyə çıxmaq istəyirəm. Burada bizim tədbirimizdə bir şəhid anası qonağımızdır. Aprel döyüşlərində şəhid olub onun oğlu. Bizim videoçarxımızda oğlunun şəkilini tapıb qoya bilməmişdim. Sultan Şahbələr doğdu, bax bu qəhrəmanımız. Mən istəyirəm ki, tədbirində iştirak edən bütün şəhid ailələrinin könlü xoş olsun. Heç bir şəhid yaddan çıxmır, unudulmur. Sadəcə tanımadıqlarımız var. Və bir alışlarla, anamız bir ayağa qalxardı, onu bir gürültü alışlarla alışlardı. Allah sənə
ki mənə hədiyyə olunub, mənim ən dəyərli hədiyyələrimdən biri olaraq mənimlə birlikdə gedəcək. Bundan sonra yığdığım videolarda mütləq şəkildə yer alacaq oğlunuz. Ruhu şad olsun. Təkcə bizim sultanımızın deyil, bütün şəhidlərimizin ruhu şad olsun. Və indi sizin icazənizlə sözü yenə şehidə verirəm. Bizim məktəblərimiz gəlsin, zəhmət olmasa səhnəmizə şeir deyən qızlarımız. Həmin qızlarımızdan biri qəhrəman şəhidimiz Oleg Cəfərovun bacısı qızıdır. Bizim Nurayımız. Və digər iki məktəblimiz də bizim Mərkəzi Kitabxananın fəal oxucularıdır. Buyursunlar, ilk öncə məktəblilərimiz şeirini səsləndirsin. Salam ey yiğidim, salam qəhrəman. Bu gecə yuxumda görmüşəm səni. Gördüm səmalarda qurmusan taxtı. Oradan seyr edirsən doğma vətəni. Həsrətlə qürurun qarışığından simanda qəribə təbəssüm vardı. Səni yer üzündən göyə qaldıran bizdən ayrı salan uzaq yollardı. Adınsa hələ də bizimlədir. Qəlblərin içində döyünür hər an. Vəfasız olsa da ömrün illəri, səni də unutmaz xalqın heç zaman. Sən ki antiterror şəhidi oldun, vətən torpağına tökdün qanını. Döyüş meydanında pəhləvan kimi, o mənfur düşmənin aldın canını. Qusarda o legend abidəsində şəkli yer alırdır sənin qəhrəman. Adını qəlblərin yazıb